Değerli şagirdlər, 10-cu siniflərin fizika suallarının həllinə baxırıq. Mexaniki gücün vahidi BSD əsas vahidlərlə necədir? Bilirsiniz ki, M bərabərdir A böl T ifadəsinə əsasən bunun vahidi 1 watt, o da kiloqram metr kvadratı böl saniyə kubuna bərabərdir. Yəni B bəndi. Hansı cihaz və cihazlardan istifadə edərək elastik qüvvəsinin işini təyin etmək olar? Mexanik işi konkret cihaz təyin etməsə də düsturuna baxırıq. F dinamometrlə, yerdəyişmə də ölçü lenti və ya xəttkeşlə müəyyən edilə bilir. O zaman A bəndi. Tezliyi 6 kHz, yayılma sürəti 3 km/s olan mexaniki dalğanın dalğa uzunluğunu bilirik ki, V bərabər lambda nü ifadəsinə əsasən lambda bərabər V bölünsün nü. V-yə verib 3 km/saniyə. Buna da 6 kHz. Kilolar getdi. 3 6-ya böldük 0,5. Hertz 1 böl saniyə. Saniyələr də getdi. Qaldı 0,5 metr. A bəndi. 34-də. Tarazlıq vəziyyətindən keçən anda cismin sürətini. Cisim tarazlıq vəziyyətindən keçəndə bilirik ki, sürəti maksimum olur. Bu da olacaq omega xm. Vm bərabərdir. Omeganın da yerinə 2 pi böl t xm yaza bilərik. 2 pi periodu baxırıq ki 4 saniyədədir. 4 saniyədə bitir çevirə. Xm də 6 santimetr. Cavabda santimetrdən soruşur. 36-nı da 4-ə böldük. Elədi necə? 9 santimetr saniyə. Gəmidən dərinliyi h olan dənizin dibinə perpendikulyar istiqamətdə göndərilmiş ultrasəs siqnalının gedib qayıtma müddəti hansı ifadələ təyin olunur? Bilirik ki, ultrasəs siqnalının getmə yolu S bərabər VT böl 2. Bizdən zamanı soruşur. T-də bərabər 2H bölünsün V. Sıxlıqları ρ1 və ρ2 olan bir-birinə qarışmayan mayelər tökülmüş qabda sıxlığı ρ olan cisim şəkildə göstərilən kimi tarazlıqdadır. Mayələrin və cisimlərin sıxlıqları arasında hansı münasibət doğrudur? Demək ki, ρ cisminin sıxlığı ρ1-dən çoxdur ki, onu keçib, ρ1-in ortasında tarazlıqdadır. Cismin sıxlığı 2 mayesinin sıxlığına bərabər. 2 mayesinin sıxlığı çox olduğu üçün qabın dibinə çöküb 1-dən böyükdür. ρ bərabər ρ2 böyükdür ρ1. Bu da uyğun gəlir E bəndinə. Suyun qabın dibinə göstərdiyi təzyiq qüvvəsinin su sütununun hündürlüyündən asılılıq qrafiki hansıdır? Suyun qabın dibinə göstərdiyi təzyiq qüvvəsi F bərabər PS. Mayenin qabın dibinə göstərdiyi təzyiq ρGH vur S. Bizdən soruşur ki, F'in H-dan asılılığı gördüyümüz kimi düz mütənasib asılı olur. Təzyiq qüvvəsinin sabit qiymətində səthin sahəsini 2 dəfə azaltdıqda təzyiq necə dəyişər? P bərabər F böl S ifadəsinə əsasən F sabitdirsə, sahə 2 dəfə artanda P də 2 dəfə azalar. 5 kiloqram kütləli cisim kerosinə tam batanda 3 kiloqram kerosin sıxışdırıb çıxarır. Bilirik ki, sıxışdırılmış kerosinin çəkisi elə mg'dir. M kerosin, sıxışdırılan kerosin. Bu oldu 30. Bu eyni zamanda Arximedə bərabərdir. Bu cismin kerosindəki çəkisi mayda çəki düsturu isə onun ağırlıq qüvvəsindən Arximed qədər azdır. Cismin kütləsi 5 kiloqramdırsa, mg elədi 50, Arximed də 30, cismin mayda çəkisi oldu 20 Newton. Mexanizmin gücünün zamandan asırlıq qrafikinə əsasən 5 saniyyədə görülən işi hesablayın. M bərabər A böl T ifadəsinə baxırıq ki, düstura görə N T-dən tərs asılı görünür, qrafiklə üst-üstə düşmür.
O zaman bu grafikin zaman oxu ilə əməliyyatı fiqurun sahəsi bizə işi verir. S fiqur A'dır. Fiqur burada baxdığımız kimi trapesiyadır. Bunun böyük oturacağını 5, kiçik oturacağını 3-5 arası, yəni 2, hündürlüyünü isə 0,60 görə bilirik. Burada qaldı 30. 5 plus 2, 7, 30'a burada elədi 210. Demək ki, doğru cavab E bəndidir. 41-də cismin kinetik və yerlə qarşı təsirdə olan cismin potensial enerjisi üçün Venn diaqramını bizdən soruşur. Burada bilirik ki, potensial MGH, burada isə kinetiki MV kvadratı bölü 2. BC-də vahidi joule hər ikisinə uyğun. Skalyar kəmiyyətdir hər ikisi. Öz hərəkət nəticəsində malik olduğu enerji kinetikdir. Yerdən olan hündürlüklə mütənasibdir potensial. Demək ki, 3, 4, 12. 3, 4, 12 D bəndində görürük. İki maddi nöqtə əks istiqamətdə düz xətlə bərabər sürətlə hərəkət edir. Birinci maddi nöqtənin yerə nəzərən sürətinin modulu 3. İkinci maddi nöqtənin birinciyə nəzərən sürətinin modulu 5 metr saniyə. İkinci maddi nöqtənin birinciyə nəzərən V2 1 bərabərdir V2 minus V1. İkinci maddi nöqtənin yerə nəzərən sürətinin modulunu hesablayın. İkincinin birinciyə nəzərən sürəti 5'dir. İkincinin sürətini bilmirik. Birincinin sürəti isə ona əks olduğu üçün -3 qəbul edirik. Bu zaman V2 olacaq 8. Uzunluğu 20 cm saatın dəqiqə əqrəbinin uc nöqtəsinin hansı müddətdə yer dəyişməsinin modulu ən böyükdür? Çevrə üzrə hərəkətdə yer dəyişməsinin ən böyük qiyməti 2R-dir. Bu isə zamanın T/2 hissəsinə uyğundur. Burada dəqiqə əqrəbindən danışdığı üçün bilirik ki, dəqiqə əqrəbinin periodu 1 saat və ya 60 dəqiqədir. Biz də buradan 60/2 yazsaq, olar neçə? 30 dəqiqə. Yəni D bəndi. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti 1/2 radyan saniyə olarsa, dövrətmə tezliyini bizdən soruşur. Omega bərabərdir 2πn desək, n bərabərdir omega 1/2 radyan bölü saniyə 2π. 1/2'ni də 6'ya bölsək, eləyər 0/2 saniyə üstü -1. Cismə təsir tətbiq edilmiş 3 qüvvənin əvəzləyicisi 11 Newton olarsa, F2 qüvvəsinin qiymətini soruşur. F əvəzləyici bərabərdir. F böyük çıxılsın kiçik. Eyni istiqamətə yönəlmiş, sağa yəni yönəlmiş qüvvələr, böyük qüvvələr desək F2 plus 9 minus kiçik qüvvə 4. Buradan deyərik ki, F2 bərabərdir 11 plus 4 minus 9. 15, 15'dən 9 çıxdıq, elədi neçə? 6 Newton. Tarazlıq halında çəkisiz yükün yüksüz və yüklə birlikdə vəziyyətlər təsvir edilir. Yayın sərtliyi 100 Nm-larsa kütləni soruşur. Bu L0 yüksüz vəziyyət, bu L yüklə birlikdə. Demək bunun delta L-i L minus L0-dan oldu 6 cm. Bunu mg aşağı dartanda burada elastikli əmələ gəlir. Tarazlıq şərtindən deyə bilərik ki, F elastik, yəni Kx, yəni K delta L bərabərdir mg-yə. M də bərabərdir K 100, delta L 6 cm. 6 10 üstü -2 bölünsün J. 7. Bu delədə 10 üstü -1, yəni 0,6 kg.
Üfüqi səth üzərində sükunətdə olan cismin çəkisinin onun kütləsindən asılılıq qrafiki hansıdır? Sükunətdəki cismin çəkisi mg-dir. P0 mg-dən düz mütənasib asılı olar. 5 kiloqram kütləli cisim 20 newton qüvvənin təsirlə düz xətli bərabər sürətlə hərəkət edir. Cisim ilə səth arasındakı sürtünmə əmsalını hesablayın. Tarazlıq şərtindən, yəni əvəzləyici 0 olduğuna görə dartını sürtünməyə bərabərləsək, bu da olur μmg. Buradan deyə bilərik ki, μ bərabərdir 20 bölünsün mg. 5 vur 10. Bu da elədir 0,4. Qüvvə momentinin ən kiçik qiymətini bizdən soruşur. Moment bilirik ki, Fd və Fd hasilinin düz asılıdır. Bunun kiçik olması üçün bu hasilin ən kiçik qiyməti, o da 0-a ən yaxın nöqtə 4 nöqtəsi uyğun olar. 50-ci sualda yük bloklar sisteminin köməyi ilə 3 desimetr saniyə sürətlə qaldırılır. Demək ki, V yük 3 dm saniyə. İpin sərbəst uzunluğu sürətini soruşur. Tərpənən və tərpənməz bloklar sistemi var. Qüvvədə 2 dəfə qazanc verdiyi üçün V ip 2V yük deyə bilərik. O da olar 2 vur 3, 6 desimetr saniyə. Cismin impulsunun modulunun zamandan asılılıq qrafiki verilmişdir. Bu cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Bilirik ki, əvəzləyici qüvvə impuls dəyişməsinin zaman dəyişməsinə nisbəti. Başlanğıc impulsun 10, son impulsun 30, zaman dəyişməsində 5 olduğunu görürük. Demək ki, 30 minus 10, 20 bölü 5 elədi 4. Düz xətlə hərəkət edən cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilir. Bu cismə təsir edən əvəzləyici qüvvənin gördüyü işin. Bu cisim X oxu istiqamətində yavaşlayan hərəkət elədiyi üçün son sürəti başlanğıcdan kiçikdir. O zaman son kinetiki də başlanğıcdan kiçik olar. Bunun da yavaşlayan hərəkət elədiyi üçün iş zaman qrafiki göründüyü kimi A bəndi olar. Buradakı sürət düsturu V bərabər V0 minus AT. Yer dəyişmə düsturu isə V0T minus AT kvadratı bölü 2'dir. A da bərabərdir. F əvəzləyici vur S. O da olar F əvəzləyici vur V0T minus AT kvadratı bölü 2. Ona görə də A bəndi uyğun gələr. 53-də 20 newton əvəzləyici qüvvənin təsirlə 4 metr saniyə kvadrat düz xətli hərəkət edən cismin kütləsini hesablayın. Əvəzləyicinin EMA düsturundan M də əvəzləyici böl A 20 böl 4 elədi 5 kiloqram. 54-də hansı qrafik düz xətli bərabər yeyinləşən hərəkətə uyğundur? VT qrafikində yeyinləşməsi üçün qrafik zaman oxundan uzaqlaşmalıdır. Baxırıq ki, zaman oxundan uzaqlaşan burada 2 qrafiki var. Zaman oxundan uzaqlaşan 6 qrafiki var. 1 bərabər sürətli, 4 bərabər sürətli, 3 yavaşayan, 4, 5 də yavaşayandır. 2 x oxu istiqamətdə yeyinləşən, 6 x oxunun əksinə yeyinləşəndir. Doğru cavab 2 və 6. 55. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Sıxlığı mayenin sıxlığından olan cisimlərdə maye batır. Sıxlığı mayenin sıxlığından böyük olan cisimlərdə. Demək ki, 2 uyğun gəldi bura. Sıxlığı mayenin sıxlığından olan cisimlərin müəyyən hissəsi mayədə batmaqla üzür. Sıxlığı mayenin sıxlığından kiçik olan. Demək ki, 4 də bura uyğun gəldi. Batmaqla üzür. Mayedə üzən cismə təsir edən Arximed qüvvəsi modulca ağırlıq qüvvəsinə bərabərdir. Burada uyğun gəldi 1. Mayedə tam batmış cismin çəkisi onun vakuumdakı çəkisindən Arximed qədər azdır. Ardıcıllıq 2, 4, 1, 3 kimi olur. 56. Cismin potensial enerjisinin kinetikdən asılılıq diaqramı verilir.
Buradakı A nöqtəsinə uyğun baxırıq ki, tam enerji 900. Buradakı B nöqtəsinə uyğun tam enerji də yenə 800 plus 100, yenə 900. Demək, enerji saxlama qanunu ödənir. Bu cisim yerə dəyən andakı kinetik enerjisini, yerə dəyən an desək, bu nöqtədir. Burada hündürlük 0, potensial 0. O zaman yerə dəyən anda kinetiki maksimum, həmin maksimal qiymət tam enerji, o da 900 joule olar. 57-də uyğunluğu müəyyən edin. Mail müstəvi üzərində sükunətdə olan cismin ağırlıq qüvvəsi yerin mərkəzinə doğru perpendikulyar mj, yəni 4 istiqamətdə. Dayağın reaksiya qüvvəsi səthə perpendikulyar 2 istiqamətdə, yəni B bəndi. Sükunət sürtünmə isə cismi aşağı dartan paralel qolun əksinə yönəlir. Bu da olur sükunət sürtünmə. Bir istiqamətində yönələr 3-ə də uyğun gəldi A bəndi. 58-də yaya bərkidilmiş cisim O tarazlıq nöqtəsi tərəfində rəqs edir. K kənar vəziyyətindən O kənar vəziyyətinə qədər cisim necə hərəkət etdiyini yazın. Burada sürəti 0-dır. Burada sürəti maksimum. Demək ki, sürəti artıb, yeyinləşib. Burada sıxıldığı üçün təcili maksimum. Burada təcili 0-dır. Demək ki, azalan təcillə yeyinləşən. 59-da 1.5 T'də getdiyi yolu soruşur. Bilirik ki, buradakı yol 1.5 T'də 6 amplituda bərabərdir. Bunun hər amplituda 15 cm olanda olacaq 6 vur 15 sımı, yəni 90 cm. 60-cı sualda sıxlığı suyun sıxlığından çox olan kub formasındakı bərk cismi bərabər sürətlə batırılır. A vəziyyətindən B vəziyyətinə qədər bu cismə Arximed qüvvəsinin zamandan asılılır. Bu cisim tam batanda, yəni bu vəziyyəti alanda artıq batmağa, yəni bu nöqtədən bu nöqtəyə qədər Arximed artır. Çünki batan hissənin qiyməti artır. Belə deyək. Burada Arximed özünün maksimal qiymətini aldı. Bu nöqtədən bu nöqtəyə kimi batan hissə artdığı üçün Arximed də artdı. Bu nöqtədən ta qabın dibinə qədər isə cisim tam batdığı üçün batmağı dərinliyindən asılı olmadığından cisim qabın dibinə düşdükcə hündürlük artsa da, batma dərinliyi artsa da və cismin batma hissəsi tamdır. Ona görə Arximed dəyişmir. Belə bir qrafik alınır.